Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Vişnovkanın ən gözəl bir yerində, belə deyək də, ən gözəl yeridir. Allah hər kəsin malına, mülkünə bərəkət versin inşallah. Şəxsi həyət evimiz çıxıb satışa. Bax, bir gördüyünüz kimi bir böyük ev budur. Nə əşyalar nə varsa qalacaq. Ev tamamilə istipoldan ibarətdir. Bir zal, 3 yataq, bir mətbəxdir. İnşallah həyəti təqdim edəcək sizlərə və sonra keçiriləcək evin içərisinin təqdimatına. Və burada da balaca bir gözəl otağımız var. Buradan da Seyir qardaşımı salamlayıram. Deyir, ata, geti gəl, həcə, dostlaşdan geti gəl. Bax, ondandır. Bunu sizlərə təqdim edək. Həyətdə sanıc elinə qədər var. O evi tam şəkildə təqdim edə bildiniz. Və həyətdə də ən azından biz 10 danaya yaxın sağ və sol hissəsində meyvə ağacları var. İnşallah keçək bu hissəni sizlərə təqdim edək. Qardaş səliqə ilə yığıb, fikir verin. O həcə demişlər, ata, dostlaşlanı get gəl bura. Baxın, mətbəx mebelinə qədər var, çox səliqəlidir. Bu bir otaqdır. Və keçid edirik inşallah böyük evimizin təqdimatına. Orada nəzərinizə çatdıraq ki, sənəd köhnə bələdiyyədir və ilkin olaraq qiymət 168.000 manatdır. İndi inşallah reallıq olarsa ev sahibi tərəfindən də endirim olunacaq. Və giriş hissəsini sizlərə təqdim edək. Bu giriş hissəsini sizlərə təqdim edək, zəhmət olmasa. Həyətdə də gördüyünüz kimi o hissədə sanuzeli var. Və bu hissədən də sizlərə təqdim edək ən azından. Və keçid edək. Evin içərisinin təqdimatını sizlərə təqdim edəcəm. O bu hissəni də sizlərə göstərək. Burada da açıq eyvan nəzərdə tutulub və mətbəxə giriş və çıxış. Keçid evin içərisinin təqdimatını ev istipoldan ibarətdir. Yalnız otaqlardan başqa. Həmişə biz zaldan başlayırıq, bir mətbəxdən başlayırıq. Böyük bir mətbəx var, gözəl bir mətbəx var. Mətbəx hissəsini sizlərə təqdim edək. Ən azından səliqəli bir, gözəl belə bir mətbəx var. Böyük bir mətbəxdir, yəni kiçik mətbəx deyil. Və açıq eyvana da çıxışı var. Və zal hissəsi də böyükdür. Fikir verin. Zal hissəsini sizlərə göstərək. Böyük bir zalı var. Kombinin xətlərinə qədər atılıb, hətta pəncərələri belə çərçivə şəklində, dairə şəklində. Gəlin bu tərəfini zalımızı da tam göstərək, təqdim edək. Böyük bir zaldır, yəni kiçik bir zal deyil. İstəyir mətbəx olsun, istəyir zal və digər otaqlar hamısı böyük, yəni kiçikdir. Gəlin zəhmət olmasın, digər otaqlarımızı da təqdim edək. Birinci yataq otağımızı təqdim edək. Bu da böyük bir yataq otağı. Nə varsa qalacaq da evin içərisində. Və ikinci yataq otağımızı təqdim edək. İzləyicilərimiz izləsinlər. Şuradan yandıralım inşallah. Göstərək. Və üçüncü yataq otağımızı təqdim edək sizlərə. Bu zaten oturmaq üçün edilən, kim istəsə yataq otağı da eləyə bilərlər. Bu onda nəzərinizə çatdıraq ki, hər otağın aboya ayrılıqdadır. Kombi xətlərinə qədər də atılıb və giriş hissəsini təqdim edək. Yalnız otaqlardan başqa, bunlar hamısı istipol və bir sanuceli istipoldur. Bu da istipolun yeridir. Sanuceli tam hazır bir vəziyyətlidir, moydadına qədər qoyulub, aksesuarlarına qədər qoyulub. Gördüyünüz kimi istipol və dəyərli izləyicilərimiz. Qeyd etdiyimiz kimi Vişnovkanın, mətbəx xoşuma gəldi, mətbəxdən geçəyik. Vişnovkanın ən gözəl bir yerindədir. 4 sotdan artıq torpaq sahəsinin üzərində inşa edilib. Və gördüyünüz kimi bu bir böyük ev, bir də həyətdə əlavə bir ev, həyətdə sanuceli. Bir zal, 3 yataq, bir mətbəx, bir sanucelidən ibarətdir. Sənəd köhnə bələdiyyədir, kommunallarına qədər var. Və ilkin olaraq qiymət qeyd etdiyimiz 168.000 manatdır. İnşallah reallıq olan ev sahibi tərəfindən də endirim olunacaq. Səhifəmizi izlədiyi üçün Məştəri Amlıq Əməkdaşlar rəhbərliyi sizlərdən təşəkkürümüzü bildiririk.